Değerli şəhid ailələrimiz, hörmətli ictimaiyyət nümayəndələrimiz, əziz xalqımız, hər birinizi salamlayıram. Çox xoş oldu ki, sizlərlə bu günləri bu məclisdə qarşılaşdıq. Bilirsiniz, hər bir məclisin özəlliyi var, amma şəhid məclisinin vətən uğrunda, namus uğrunda, dövlət uğrunda canından keçən hər bir şəxsin məclisi xüsusi qeyd olunmalıdır. Mənə qədər dəyərli din xadimimiz bir çox məsələlərə toxundu. Dinin müəyyən, hansı ki, hamıya bəlli olmalı olan mövzularını sizlərə çalışdığı müəyyən dərəcədə izah eləsin. Mən isə çalışacağım bu pəncərəni fərqli tərəfdən açım. Hansı ki, dövlət üçün, millət üçün, cəmiyyət üçün can verənlərdən söhbət eləmək istəyirəm. Artıq müharibəmizdən 5 il tamam olub, 6-cı ildir, bitib. Bu bitiş təkcə şəhidlərimizin canı, qazilərimizin qanı ilə yekunlaşmır. Amma əldə olunan qələbəni qoruyub saxlamaq, onları zirvəyə daşımaq, bu asan məsələ deyil. Zirvəyə çıxmaq çətindir, zirvədə qalmaq ondan da çətindir. Bilirsiniz ki, bu müddət ərzində, bundan əvvəlki müddətlər ərzində və bundan sonra olan müddətlər içərisində bizə olan kənar təzyiqlər, istər daxili problemləri yaratmaq istəyən digər xarici xüsusi orqanlar çoxdur və çoxluq təşkil edir. Biz bunların öhdəsindən necə gələ bilərik? Biz bunların öhdəsindən şəhidlərimizin əmanətinə sadiq qalaraq gələ bilərik. Bəs nədir şəhidlərimizin əmanəti? Hansı ki, onun üçün canlarını sorğusuz, sualsız qurban verənlərdən. Ailə, sevdikləri, bunlar hamısı ikinci planda olan məsələlərdir. Ən öndə olan məsələ vətən, dövlətdir. Məhz bunun üçün o igidlər, o qardaşlar sorğusuz, sualsız can verdilər. Bir çoxları danışanda deyir, şəhidlərimizin son nəfəsi vətən sağ olsundu, amma bu hissi biraz zəif bilən insanlar deyir ki, uydurma söhbətlərdir. Amma inandırım sizi ki, elə deyil. Bu daxmada, lap dəbdəbəli evdə yetişən uşaqlar vətən üçün can verirlər. İnandırım sizi ki, son sözləri belə vətən sağ olsun olur. Bunlardan nümunə olaraq birini demək istəyirəm. Mülki həyatda həkim psixoloqu işləyir. Vətən müharibəsində könüllü şəkildə ordu sıralarına qoşulub və cəlb olunduğu birinci tapşırıqda bir güllə ilə həyatını bitirən adam son sözü vətən sağ olsundur. Teymur və Teymur kimlər? Fərid kimlər? Qəzənfər və Qəzənfər kimlər? Çoxdur. Bundan sonra da olacaqlar. Amma bunu yetişdirən ailələri qoruyub saxlamaq lazımdır. Bunların can verdikləri vətəni qoruyub saxlamaq lazımdır. Biz vətənimizə sadiq çıxmaqla, onu qorumaqla, bu vəhdəti qorumaqla həm şəhidlərimizin xatirəsini əbədiləşdiririk, həm onların bizə miras buraxdıqları müqəddəsliyi əbədiləşdirir və qoruyuruq. Gəlin, həmişə olduğu kimi, bundan sonra da dövlətimiz üçün, millətimiz üçün bir olaq və yumruq olaq. İnandırım sizi ki, qələbəni əldə eləmək çətin idi. Bilirsiniz ki, 1-ci Qarabağ müharibəsində bizim 20 mindən artıq şəhid və yetişkinimiz olmuşdu. Onlarla, yüzlərlə qaçqınımız, məcburi köçkünümüz olmuşdu. Əsir düşənimiz oldu. Amma vətən müharibəsində və ondan sonraki olan əməliyyatlarda gördünüz ki, necə lokal xarakterli əməliyyatlar həyata keçirildi. Gördünüz ki, necə taktiki nöqteyi cəhətdən düzgün, idarə etməsi mükəmməl olan əməliyyatlar həyata keçirildi. Və sizi inandırım ki, biz əgər 1-ci Qarabağ müharibəsi dövründə idarə olunsaydıq, onlar kimi hərəkət eləsəydi, yəni burada söhbət təkcə idarə etmədən getmir, həm də hərbi taktikadan irəli gəlir. Biz o dərəcədə idarə olunsaydıq, bizim şəhidlərimiz, qazilərimiz daha çox olacaqdı. Bilirsiniz ki, 1-ci Qarabağ müharibəsində siyasi idarə etmənin zəifliyi, vahid idarə etmənin olmaması bizim itkilərimizi daha da çoxaltmışdır. Amma vətən müharibəsində, ondan sonraki əməliyyatlarda vahid idarə etmə formalaşmışdır. Müasir idarə etmə, müasir texnikalar.
nə qədər müasir olsa da bizim milli ruhumuz, döyüş əzmimiz həmişə kimi qalır. Yəni, Birinci Qarabağ müharibəsində döyüşən igidlərin, əmilərimizin, dayılarımızın mirası bizə yalnız vətənpərvərlik ruhu idi. Və bu ruhu böyüdüb, yaşadıb, daha da gələcəyə aparmaq lazımdır. Diqqətiniz üçün minnətdaram. Allah cəm şəhidlərimizə rəhmət eləsin.